93-cü ilin məhz bu günündə parlamentdə olan müzakirələr və köçkünlərin axını vəziyyətini və bugünkü müzakirənin iki səhnəsini ekranda canlandırmaq lazımdır ki, bu layihə ilə bağlı hardan hara dövlətimizin və millətimizin keçdiyi yol görünsün. Müzakirəyə təqdim olunan qanun layihəsi vətən müharibəsində qazanılan tarixi qələbədən, ərazi bütövlüyünün və suverenliyin tam bərpasından sonra vətəndaş hüquqlarını bütövləşməsidir, məcburi köçkünlük dövrünün yaratdığı hüquqi və sosial fərqliliyin aradan qalxmasıdır. Dünyadakı vəziyyətlə müzakirə etdiyimiz qanun layihəsi arasında kəskin təzad var. BMT Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, Azərbaycan müharibənin ağır nəticələrini yaşayanda, yəni 94-cü ilin sonunda həmin komissarlığın mandatı üzrə 23 milyon qaçqın vardı. 2024-cü ilin sonunda isə zorla yerindən didərgin salınan insanların sayı 123 milyona çatıb. Azərbaycan xalqı 30 il əvvəl həmin beynəlxalq statistikanın dünya köçkünlərinin içərisində idi. 21-ci əsrdə həmin siyahıdan çıxan tək xalqıq. 35 il ərzində parlament daha çox qaçqınlıq, məcburi köçkünlük qanunları, müvəqqəti məskunlaşma və dövlət yardımı ilə bağlı hüquqi aktlar qəbul edilmişdir. İndi isə qanunvericilik gündəliyinə böyük qayıdış, daimi məskunlaşma, mülkiyyət hüququnun bərpası və azad edilmiş ərazilərdə yeni həyatın hüquqi əsasları daxil olur. Başqa sözlə, artıq normativ aktlarımız da işğal və məğlubiyyət mirasından xilas olur. Layihə Milli Məclisin nəinki dövlət müstəqilliyini qazanandan sonra, eləcə də Sovetlər Birliyi və Cumhuriyyətdən ötən 100 ildə siyasi tariximizdə qanun quruculuq prosesində ilk hadisədir. Ona görə də qəbul edilən silsilə aktları böyük qayıdış qanunları adlandırmağı təklif edirik. Layihədə nəzərdə tutulan işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondunun yaradılması mühüm hadisədir. İndiyə qədər mövcud olan hüquqi çərçivədə məcburi köçkünlərə dövlət tərəfindən verilən yaşayış sahələri xüsusi fondun balansına keçirdi və nə özgənçiləşdirə, nə bağışlana, nə də kirayəyə verilə bilərdi. Yeni qanununda vətəndaşa verilən yaşayış sahəsi artıq müvəqqəti deyil, daimi hüququ əsas daşıyır. Dövlət məcburi köçkün statusunu torpaqlarından və hüquqlarından məhrum edilən vətəndaşını doğma yurdlarının və evinin tam hüquqlu sahibinə çevirir. Sadə xalq dili ilə desək, vətəndaş ona verilən evin və mülkiyyətin kupçasını alır. Ölkəmizdə mənzil sahibi olan milyonlardan birinə çevrilir. Azərbaycan Respublikasının konstitusiyasında təsbit edilən mülkiyyət hüququ tam gerçəkləşir. Qanun layihəsinin digər mühüm tərəfi ondan ibarətdir ki, indiyədək hüquqi statusu müəyyənləşməmiş mənzil fondunun da taleyinə aydınlıq gətirilir. Dövlətin balansında müxtəlif fondlarda və müvəqqəti istifadə rejimində olan yaşayış sahələrinin artıq yeni hüquqi statusu var. Yəni, təkcə insanlar deyil, mənzillər də status qazanır. Məcburi köçkün statusunu daimi saxlamağı təklif edənlər, əslində millətimizi çadır və vaqon şəhərciklərində əbədi saxlamaq istəyənlərdir. Bir millətin statusu daimi köçkünlük ola bilməz. Ötən 10 illər ərzində dövlət tərəfindən verilən mənzil və evlərdə yaşayan insanların məcburi köçkün statusunu saxlaması təbii və hüquqi baxımdan başa düşülən idi. Çünki həmin insanlar hələ öz doğma yurtlarına qayıtmamış, müvəqqəti məskunlaşma şəraitində yaşayırdılar. Lakin indi öz ata-baba torpaqlarında əbədi köçkün statusunda qalmağı təklif edənlərin məqsədi tam aydındır. Öz evinin sahibi olandan sonra da bir Zəngilanlının yaxud Kəlbəcərlini köçkün adının girovluğunda, hətta əsarətində saxlamaq istəyənlər mahiyyətcə 90-cı ilin işğalına səbəb olan və xalqımızın vahid statusu qəbul etməsinə qarşı olanlardır. 20-ci ildən sonra körpələrin artıq bütöv Azərbaycanda dünyaya gəlməsi ən böyük tituldur. Tam hüquqlu vətəndaş və bütöv Azərbaycandan yüksək status ola bilməz. Ona görə də yeni tarixi qanun 3 məsələni həll edir. Birincisi mülkiyyət hüququ, ikincisi daimilik prinsipi, üçüncüsü sosial müdafiənin davamlılığı. Məcburi köçkün statusundan sonra belə sosial müdafiə tədbirləri 3 il müddətində qorunur, saxlanır. Yəni, dövlət vətəndaşı yeni mərhələdə də tək qoymur. Keçid müddalarına görə qanun qüvvəyə minənədək artıq yeni ərazilərdə mənzil almış məcburi köçkünlər də təklif olunan hüquqdan faydalanacaqlar. Qayıdışın könüllü olması prinsipi qanun layihəsinin əsas ideyasını təşkil edir və BMT-nin köçkünlərin hüquqları üzrə 6 müddəasından biridir. Bir Şəmkirli və ya Astaralının Bakıda yaşaması necə normaldırsa, bir Ağdamlının da öz yaşadığı yerində qalmaq hüququ var.
Torpaqların azad edilməsi Bakıdan və digər şəhərlərdən məcburi köçkünlərin ucdan tutma çıxarılması kimi başa düşülməməlidir. Ona görə də layihədə dövlətin yaşayış sahəsi təklif ediləməsi öhdəliyi icra olunmuş sayılır. Məqsəd dövlətin mənzil təminatı vəzifəsi, vətəndaşın seçim imkanı və üçüncü şəxslərin hüququ arasında balans yaratmaqdır. Dövlət real yaşayış sahəsi təklif eləyirsə, həmin təklifin də qanun nəticələri müəyyən olunmalıdır. Əks halda qayıdış prosesi qeyri-müəyyən və sonsuz vaxta qədər uzanar və yanlış gözləntilər yaradılardı. Lakin qayıdışın əsas ideyası Qarabağın bir daha müharibələrə məruz qalmaması üçün orada insanların, ailələrin daimi kök salması, uşaqların böyüməsi, savadlı nəslin yetişməsidir. Əmək ənnilərinin ora daşınmasıdır. Ona görə də biz Böyük Qayıdış gününün təsis olunmasını və ilkin olaraq bunun 19 iyulda həyata keçirilən hadisə olaraq o cür rəsmiləşdirilməsini, onun protokolunun yaradılmasını, onun dövlət hakimiyyət orqanları, ictimai sektor, vətən müharibəsi qəhrəmanlarının həm yola salınmasında, həm də qarşılanmasında iştirakını təklif edirik. Köç sözündən imtina eləməyi xahiş edirik. Və imtinin müxtəlif günləri var, Ümumdünya Qaçqınlar Günü və s. Azərbaycan ilk nümunədir. Biz qayıdış gününün beynəlxalq miqyasda da rəsmiləşməyini istəyirik. Bu prosesdə aktiv iştirak edən və böyük vətən quruculuğunda yer alan insanların vətən quruculuğunda xidmətlərə görə medalı ilə də təltif olunmasını xahiş edirik. Yekun olaraq, nəhayət, müxtəlif tribunalardan qaçqınlar, məcburi köçkünlər, didərginlər kimi təqdim olunan Azərbaycan vətəndaşları konstitusiyon haqlarına qovuşaraq yeni hüquqi kimlik qazanırlar. Onlar artıq yardım alan insanlar deyil, öz torpağının, evinin, gələcəyin sahibi olan xalqın nümayəndələridir. Ümidvarıq ki, bu layihəyə səs veriləcək. Sağ olun.